Allah'ın salamı olsun hər kəsə. Gözəl qardaşlar, deməli bir 30-a yaxınlaşıb. Maşın biraz sürəndən sonra bir də keçmir. Bax qardaşım. Bu bunun soyutma sistemidir. Kulleridir. Bax. Bu keçir belə. Buradan havanı pülləyir bateriyakalara. Bunu qoymusunuz düz bura, ağzına. Bu da görürsünüz bağlı bir şeydir. Qoymusunuz bura. Bunu da səhv qoymusunuz üstündə, sonradan keçib ora. Yəni maşında gördüyünüz adi bir plasmasın belə öz funksiyası var, əzizlərim. Bu qoyulur bura, arxada bateriyanın altına. Bu da burada üstünə. Siz isə qoymusunuz tərsinə, ağzına. Yəni bir qardaş kimi deyirəm. Bilmədiyiniz şeyi zəng vurun, soruşun. Yəni burada ayıb heç nə yoxdur. Yəni heç kim dünyaya gələndə bunu yəni özü ilə gətirməyib də, yəni birdən-birə öyrənməyib. Soruşa, nə bilim işləyə, oxuya, nə bilim praktika keçə bu şeyləri öyrənmişik. Yəni bilmədiyiniz şeyi birincisi eləməyin. Yəni Allah iraq eləsin. Bu havanın ağzını bağlayıb bateriyaka əriyə də bilərdi. Nə bilim yana da bilərdi, partiya da bilərdi. Yəni Allah'a gətirib ki, böyük bir şey olmayıb. Zəifləri də var idi, balanslaşdırdıq hamısını. Arada zəifləri də var idi. Hamısını balanslaşdırdıq bir-bir. 2 dənə də xarab var idi. Onları da aradan çıxartdıq. Qoyub inşallah yola salacağıq. Qardaşım, bir narazılığın var bizdən. Allah köməyin olsun. Çox əmli elədim. Yaxşı qurtarmısan, valla. Yaxşı qurtarmısan. Nə deyim?